Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz qardaşlar, cümə gününüz mübarək olsun. Neçə belə cümə günlərinə çıxasınız. Allah sizi şər şeytandan, quru böytandan, bədbəxt hadisələrdən, bədnəzərdən hifz eləsin. Yerin göyün Rəbbi olan Allah sizi la ilahə illallah, Qur'an, Peyğəmbər salavatullah və əhl-i beytdən aralı salmaz. Allah Qur'an-ı Kərimdə gönderdiği peygamberi tərifləyir. Allah'ın tərifi çox mühümdür. Allah buyurur ki, Peyğəmbər salavatullah əzəmətli əxlaq üzrədir. Əxlaq, mənəviyyat Peyğəmbər salavatullahla izzət tapdı. Çünkü Peyğəmbər salavatullah haqqında Ənbiya surəsində də belə bir ayə var ki, və ma ərsəlnəkə illa rəhmətən lil aləmin. Cümə gününüz mübarək olsun.